Yeni tətbiq olunan qaydalara görə taksi sürücüləri Sumqayıt və Bakı ərazisində olan sifarişləri yalnız o şəhərdə qüvvədə olan buraxılış kartı ilə yerinə yetirə bilərlər. Yəni Bakıdan Sumqayıta və ya əks istiqamətə sərnişin aparan sürücü oradan qaydanda sifariş götürə bilmir. Bu hal sürücülər arasında böyük narazılıq doğurub. Onlar bildirirlər ki, belə halda gediş qiyməti 2 dəfə artırılmalıdır ki, heç olmasa yanacaqla bağlı xərcləri ödəmək mümkün olsun. Sumqayıta getdin, qayıtmaq olmaz. Gedib burada qalırsan, oradan yerə manatlıq yığıb qayıtmalısın da. Sumqayıta gediş var 11 manata, 10 manata. Burası qadiş yoxdur deyə sərf eləmirik, getmirik. Əvvəl buradan Sumqayıta 15 maksimum 20 manat yazırdı. Gedirdin oradan bizə müştəri verirdi, qayıdırdıq. Yenə də eyni qiymətdir buradan Sumqayıta. Məsələn, biz heç birimiz Sumqayıta getmirik. Orada da olan taksilər elə şəhərə gəlmir ki, şəhərdən ora boş qayıdırlar. Sumqayıtdan şəhərə düzdür, qiymət artımı var, amma heç kim gəlmir. Yəni heç kimi qane eləmir bu qiymət. Bəs görəsən nəyə görə belə bir qayda tətbiq olunub? Mövcud buraxılış kartı olmadan sürücülüklə məşğul olmağın cəriməsi varmı? Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, Stat, avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının qanununun 20.2-ci maddəsinə əsasən taksi mini avtomobilləri ilə sərnişin daşımaları buraxılış kartında müəyyən edilmiş ərazi hüdudları daxilində hər hansı şəxsin sifarişi əsasında qeyri-müntəzəm marşrut üzrə yerinə yetirilir. Eyni zamanda İnzibati Xətalar Məcəlləsinin 322.0.13-cü bəndinə əsasən taksi mini avtomobili ilə sərnişin daşımaların buraxılış kartında müəyyən edilmiş ərazi hüdudlarından kənarda həyata keçirilməsinə görə 50 manat cərimə nəzərdə tutulub. Statın sonu. Qəbul olunmuş qaydalarla bağlı Boltada sorğu ünvanladıq. Mətbuat xidmətindən bildirildi ki, sorğumuza tez bir zamanda cavab verilməsi mümkün deyil. Nəqliyyat eksperti Eldəniz Cəfərov bildirir ki, taksi fəaliyyəti ilə məşğul olmaq üçün buraxılış vərəqəsi hansı şəhər üzrə verilibsə, orada da çalışmaq lazımdır. Müştəri Bakıdan Gəncəyə gedirsə, o taksinin yenidən Bakıya qayıtmasının pulunu verməli deyil. Və əgər Bakı-Sumqayıt istiqamətində Bakıdan Sumqayıta gedən və yaxud da ki, Sumqayıtdan Bakıya gələn taksilərin mübadiləsinə imkan verilsə, bu zaman sui-istifadə halları da ola bilər. Məsələn, Sumqayıtdan qeydiyyatdan keçər taksi sürücüsü öz avtomobilini də qeydiyyatdan keçirər və gəlib Bakıda çalışır. Bax, belə sui-istifadə halları yəqin ki, olub. Buna görə də indi bu müəyyən məhdudiyyətlər tətbiq olunub. Bəs bir tərəfli sifarişdən sonra qiymətlər arta bilərmi? Nəqliyyat eksperti Eldəniz Cəfərov bildirir ki, qiymətlər bahalaşsa, insanlar taksidən istifadə etməyə üstünlük verməyəcəklər. Taksi qiyməti dəyişən tarifdir, fiks tarif deyil. Tələb artanda qiymət də yüksəlir, tələb azalanda qiymət azalır. Yəni, mən heç düşünmürəm ki, taksi şirkətləri bugün taksi qiymətlərinin yüksəlməsinin tərəfdarı olsunlar.